hansı məktəbdə işləyirsiniz? 72 nömrəli məktəbdə işləyirəm, məktəb liseydə. Ad soyadınız necədir və hansı fənni tədris edirsiniz? Aydın Allahverdiyev, tarix fənni tədris edirəm, əməkdar müəllim. Aydın müəllim, bir əməkdar müəllimi olaraq sizin fikirləriniz bizə maraqlıdır. Süni intellektdən istifadə edirsinizmi və edirsinizsə hansı formada? Təbii, süni intellektsiz artıq keçirmək mümkün deyil. İstifadə edirəm araşdırmalarda. Açıq deyim ki, dərslərin hazırlanmasında istifadə eləmirəm. Amma bir sıra məlumatların dəqiqləşdirilməsində, alternativ variantların hazırlanmasında, məsələn, mənbələrin əldə olunmasında, resursların tutuşdurulmasında, təhlil olunmasında çox istifadə edirəm. Bu günə kimi yox, nə yalan deyim, istifadə eləməmişəm, amma düşünürəm ki, bundan sonra çox faydalı olacaq, istifadə edəcəm. Süni intellektdən qaça bilmərik. Süni intellekt müəllimin hər kəsin yanındadır. Bunu birinci qəbul etmək lazımdır. ChatGPT-dən uşaqlar istifadə edəndə heç vaxt Azərbaycan ədəbiyyatdan onlara düzgün, yəni 50%-dən yuxarı səhv cavabları verir. Çünki ChatGPT ingilis dillidir deyə Azərbaycan dilli də problem yaşayır. Yəni o düz cavabları tapıb verə bilmir. Görünür biz bu istiqamətdə ümumiyyətlə işləməyə başlamalıyıq. Demək olar ki, müxtəlif proqramların tətbiqinə hal-hazırda ən çox istifadə olunan ChatGPT-dir. Bunun tətbiqi həm şagirdlərlə, həm tələbələrlə, həm də bizim həyatımıza tamamilə daxil olub və bu istiqamətdə də yəni daha müasir proqramları tətbiq etməyə çalışırıq. Süni intellekt müəllimi əvəz etmir, müəllimi daha da güclü edir. Hansı fən müəllimisiz? Azərbaycan dili və ədəbiyyat müəllimi. Süni intellektdən istifadə edirsinizmi? Süni intellektdən belə deyək də az miqdarda istifadə edirəm. Səbəb odur ki, çünki mənim ixtisasım Azərbaycanda olduğu üçün düşünürəm ki, oradakı məlumatlar tam hələ ödəmir, tam doğru deyil və geniş, dolğun deyil. Daha çox dərsliklərə və ali məktəb dərslərinə müraciət edirəm. İbtidai sinif müəllimiyəm. İstifadə edirəm. Mən hər gün dərsini demək olar ki, slaytlarla biz tətbiq edib keçirik və oradakı dəyişikliklər olsun və yaxud da dərsdə istifadə etdiyim oyunlar, oyun əsaslı, layihə əsaslı öyrənməni tətbiq edirəm və bunu süni intellektin köməyi ilə edirəm.